Mən yoldaşımla uşağa baxın. Öz uşağına niye bakmırdın? Aynen. Uşağına öz oğluna niye bakmırdın ki? Nermin senin maddiyattan dolayı mı çocuğu vermeye Sen uşağa düşünüyorsun? bakansan. Vallahi billah ya bu bizi ne bileyim vallahi bizi doluyub desem bu. Gedir sesin ama... O cevap vermiyor. Nece? Nermin mikrofonu Sen getir. maddiyattan dolayı mı çocuğu vermek istiyorsun? Yok, mən Yani işime verdim. ben doğru anladım değil mi? Yurda vermek istiyor diye anladım. Yok, birinci sığınacaqda qalır. Rövşanə də sığınacaqda qalırdı. Sonra bir də baxdım uşaqları atasına verdi, özü də sığınacaqdan Ya çıxdı. sığınacak dediğin Bu da yurt demək. Ha yurt tamam. Bu ama babasına verir. Deyir, baxırsa babası baxsın. Ya bakamıyorsan maddi olarak ben yardımcı Ver olmayacağım. bizə. Duydun mu Nermin? Qoy, gel Murat, gel yanıma. Murat Bey təklif edir ki, əgər istəyirsə, mən ona maddi yardımcı olum, maddi yardım edim, uşağa baxsın da. Yəni himayəmə götür. Yok, Hə? yok. Himaye almayacak ya yanlış anladım. Ben maddi olarak Deyir ki, yardımcı sənə maddi olayım, olaraq çocuğumu demir verme. mən götürüm. Deyir, mən sənə maddi olaraq... Sahip çık. Sən sahib... Ay, Gülüme Yani bak. senin yanında Bir dəqiqə gəlirəm. Necə? Murada bir sürprizim var, onu gətirirəm. Bir dəqiqə, Nahidə gözlə. Aydın o da gələcək Bir oyna. dəqiqə, Muradın fikrini daha dəqiq. Murad deyir ki, mən uşağı özüm götürmürəm. Sən uşağına bax, mən Yani sənə yardım kimi de deyir, yardım edin. yardım edim deyir, maddi kömək edeyim, maddi dəstək verim, yəni pul verim. Bu anlamda deyir. Sen de çocuğun ihtiyaçlarını gör diyor. Hə? Ne diyeyim? İstiyorsan yaparım. İstəyirsənsə etsin. Ama atasına vermeyeceğim. Pulun adını Düşünür. eşitdi də. Bak pulun adını eşidən kimi gördünüz o fikrini Ha, değişir. pulun adını eşitək kimi ne? Uşağın atasına Xoş nə gedim olub ki? xanım, əvala. Onun öz atasına nə olubdu? Elimizdə obamızda o qədər kasıb yaşayan kişilər var. Hamısı arvadı qoyub qaçıb gəlməlidir bura ki, sığınacağa gedirəm. Bu bir. İkinci bir kişini o cür sındıra bilmərsən. Sən pul adı eşidən kimi tamamilə dəyişdin. O uşağın atası var. Özü sən də gəl burada otas. Gəl orada otur. Aralıqsız gəzginə. Hə, bu uşağa baxandır, öz uşağına baxmayan adam ona buna ağlı verir, ona buna tərbiyə verir, ona buna yol göstərir. Bu kimdir ki? Düşüb ortalığa. Bu konvertdə, yəni zərfdə dəhşətli bir şeydir. Deyir, açmıram. Mənim keçmişimlə maraqlanan, deməli, Muradın, mənim keçmişimlə, mən də məcburam türkçə, qırıq salxaq türkçəmlə, yəni danışa da bilmirəm, konuşum. Şıkla söndürü gelip tapmasın bizi. Vallahi nəsə, bu nədir bilmirəm, deyir ki, mən Muradın qarşısına çıxaracam bunu. İndi nədir özü? Ondan normal Deyir şey ki, çıxmaz yuyub o. saxlamışam. Hanım bu, hara getdi? Mənim təklifim var Xoşqıdım xan. Nə qədər ki gedib, ki işıqları söndürək səsimizi çıxarmayaq tapmasın bizi. Yox, elə eləməyin. Elə eləməyin. Bunun sürprizi nədir? Vallahi mən bunun sürprizi yaxşı gələnə qədər, ay Fariz. Eşidirsən məni, Fariz? Fariz əldən getdi, xəbərin yoxdur. Fariz, əldən məni eşidirsən? Bəli, eşidirəm sizi. Fariz, uşağı götürürsən yəqin. Bəli. Bir də Xoşqadam xanım, sizdən çox xahiş edirəm. Rüfət müəllim, sizdən də xahiş edirəm. Yəni burada görürəm efirdə heç kim mənim uşağıma müdaxilə eləməsin. Mən Allaha şükür əlim də var, ayağım da var. Mən 10 dənə abi xətrinə dəyməsin, 10 dənə nəfərə baxası gücüm var. Öz fiziki gücüm. Yəni heç kim mənim uşağıma baxa bilməz. Özüm ölməmişəm. Yaparım mən uşağıma baxmağa. Allah kimin nəyi var özünə qismət etsin. Mənim şəmkirli dostlarım var ki 100 dənə ailəni saxlayarlar. Bəli. Sizin şəmkirlərin kimə ehtiyacı var ki? Bəli. Allah Çox sağ özünə ol. yetirsin, Təşəkkür. öz balavı da Bir dəqiqə, kimsə kiminsə uşağını niyə saxlasın Rüfət bəy? Uşağı dünyaya gətirən uşağına da sahib çıxmalı. Bəli, boynumun yüküdür o. Mən niyə görə başqasının uşağına baxmalıyam ki? Fariz deməli uşağı. Fariz uşağını istəyir. Deyir sığınacağa verməsin, mən buradayam. Mən Farizi alqışlayıram. Çünki Fariz burada oturanda da Fariz sizin analığından eşiniz necə mi? danışdı? Hə, evet. Düz diyor o zaman. Düz deyir də. Yəni sonra- eşi deyir ki, mən çocuğumu niyə yurda verməliyəm ki? Doğru söylüyor helal olsun. Vallahi də yəni. Bu gedib yurtda uşağı saxlayacaq. Adamın işi var, gücü var. Ayda 3000 manat pul qazanır. Ben yok sandım. Bu adətkarda olub, bu istəyir ki, bunu da versin buna, görsün sonra azad yaşasın burada. Yəni mən belə baxanda, mən belə baxıram, hamı sakit dayanıb. Biz belələrinə deməliyik ki, sabahların bura başqaları gəlib gəlməsinlər.
Hamımızın çətinliyimiz olub. Bir evdə 7 uşaq böyümüşük. Bir evdə neçə uşaq böyüyübdür. Bizim analarımız neyiniyibdir? Uşağını vurub qoltuğuna qaçıb gəlibdir. Bu veriliş maarifləndirici bir verilişdir. Bu verilişdə gələn xanım da özü də deyir ki, abala evinizə sahib çıxın, ailənizə sahib çıxın, uşağınıza sahib çıxın. Evdə söz də olar, söhbət də olar. Səni döyən olmayıbdır ki. Səni Yox. vurub qolunu qılçasını Yox. qıran olmayıbdır ki. Aparıb bacısının qapısına qoyubdu ki, əy qapısına hirsin soyuyanda zəng elə gəlim götür. Başqa nə etsin bir Düzdür, kişi? götürdü. Başqa bir kişi nə edə bilər? Düz deyib, yalan danışır o. Sən al. Buyur görüm nəyi yalan danışır? Yanına qoymağı düz deyil də, yalandır. Bir belə şeyin içində bir dənə onu tapdı. Adam gəlib uşağına yiyə çıxmağa Ha, o çalışır. baxmayacaq da, bilirəm də, Ay baxası balam, deyil. ona uşağa baxmalı olan sənsən. O çöldən qazanır, gətirir 5 manatı. Sən uşağa baxırsan evin içərisində. Sən nə istəyirsən ümumiyyətlə? Siz nə istəyirsiniz? Bu çöldə nə axtarırsınız? 15 ildir Xoşqədəm xanım bu efirdə sizin kimlərin yüzlərlə göstərir. Siz nə istəyirsiniz? Neynəmək istəyirsiniz? Həmişə- Haranı bitirmisən? Har nə işləyəcəksən? Necə baxacaqsan? Sığınacaqda neçə il yaşayacaqsan? Ev istəyir, ev. Xoşqədəm xanım Həmişə ev deyirlər istəyirlər. ki, həmişə deyirlər ki, yaxşı ata şans məsələsidir. Ana belədir ki, nə olur olsun, acından dözsə, nə bilim pis vəziyyətdə qalsa uşağına əl çəkməz. Ata ancaq şanslıdır. Bir deyirsən ki, yaxşı olur, ailəsinə baxır ya baxmır. İndi tərsinədir. Bir də tərsinədir. Burada ata övladına baxmaq istəyir, Ay, övladına əl indi çəkmək nə ata istəmir. uşağına aparıb Ana üçün getmək rahatlıqdır, istəyir. öz Diyor, o qız istirahəti. nə idi? Nişanə. Nişanə idi də o qızın sığınacağa verən qız. Rövşanə. Rövşanə. 3 uşağı burada gəldi ki, mən ayaq üstə duracağam. Mən ona sual verirəm. Sən nə işləyəcəksən? Bax, bu 3 uşağı necə saxlayır? Sığınacağa verib duracağam. İndi də onu əzbərləyiblər. Hamısı eyni sözdür. Mən ayaq üstə durmaq istəyirəm. Qızım, Nərmin, indi həyat yoldaşın gəlib uşağının arxasınca. Mən uşağımı tək qoyası deyil. Özün də onunla gedirsən. Hə, uşağıma görüm. Ay, sağ ol, barışırsan da yəni. Fariz, gözün aydın, barışdı. Ya, lazım deyil, elə qadın mənim üçün lazım deyil. Uşağım versin, aparıb gedirəm. Belə asan barışıq olmamış. Yox, barışmır ara, oğlan Yox, barışmır. Xoşqədəm xanım, mən Qız barışır, istəmirəm. oğlan demirəm. Oğlan deyir barışmıram, lazım deyil. İstəmirəm. Qardaş nədir indi barışmasın ay Rüfət bəy. Biz Yox, deyirik barışsın. barışsın, ailə dağılmasın. Qoy Siz barışsın. Biz deyirik ya ailə dağılsın. Da belə şey olar ki, üstüme qışqıran kimi dur gəl. Belə şey olmaz axı, valla belə olmaz axı. mikrofon. Bu yaxşı nümunə deyil. O biçlərinə yaxşı Fariz, nümunə mən deyil. səndən xahiş edirəm, Fariz. Uşağına, ailənə sahib çıx. Bəli. Gəl bura. Fariz, uşağına ailənə sahib Sahib çıx. çıx. Bəli. Uşağı mənim, darbat mənim deyil. İstəmirəm. Çox xahiş edirəm sizdən. İstəmirəm. Onun ehtiyacı var idi, qapımız açıq idi. Gələydi qapımıza, heç kim onu qoyulamırdı. Fariz, başa düşmədim. Nə dedin qardaş? Deyirəm, onun ehtiyacı var idisə da, gələydi qapımız açıq Yo, idi. onu demirəm. O dedin, uşaq mənimdir, o sözü bir də deyir, Deyirəm, duymadım. uşaq mənim, darbat mənim deyil, istəmirəm. Bəs bu uşağı da bu qadın dünyaya gətirib Bildim də. də istəmirəm, elə qadın da istəmirəm. Necə? İstəmirəm də, istəmirəm. İstəmirsən. Bəli, bəli, Bəs istəmirəm. o az yaşlı neçə aylıqdır bu? 3 aylıq? 3 aydır. Bu 3 aylıq körpüyə sən necə baxacaqsan? Baxacam. Yox, baxa bilməyəsən. Mən Gəl. uşağımı tək Yox, vermirəm, baxacam, Xoşqədəm. Xoşqədəm xanım. Bu da uşağını tək vermir axı. Deyir ki, mən uşağım hara Yox, gedirsə baxacam, mən də ora. mən uşağıma baxacam, Xoşqədəm xanım. Yox, mən uşağımı vermirəm. Yox, sən bir dəqiqə gəl belə eləyək. Sən bir fikirləş. Dur. Get bir yanına. Xoşqədəm xanım, mənim yanıma gəlməyə ehtiyac yoxdur, mənim fikrim qəti ciddidir. Yəni mən Yox, belə yox, bir öz üçün- danışın, bir dur ayağa qızım. Get Yox, gör. mən getmirəm. Mən uşağımı, mən Yox, sən dur, get bir danış. Getmirəm. Nələ danışacağam mən? Danışmıram. Bəs demirsən ki, mən Uşağımızdır. Uşağım deyil, onun da payı var burada. Ay yox, mən uşağımı aparmaq istəyirsə, mən də uşağımla gedirəm. Əgər uşağı tez istəyirsə, mən yox. Uşağımı vermirəm. Uşağımı tək vermirəm. O ana südü. Belə razıdırsa, O hə, ana südü, gedir. əmən uşaqdır. O anasından ayrı qala bilməz. O məndən Mümkün ayrı deyil. qala bilməz, o İcazə ana verirsiniz, südü. mən gedəm ona. Bəli, yox elə bu. Gəl məndən gedir. Gəl məndən gedir ora. Yox, mən getmirəm. Bu özü barışmaq istəmir. Mən ora gəl Bəs gedərəm. barışıb necə gedəcəydin ki, indi buradan bura getmirsən? Xoşum xanım, mən getmirəm. Gəl Yox, məndən. biraz öncə demədin ki, uşağım gedir, mən də gedirəm. Mikrofon. Hə də indi get də bir get Axı, danış. bir elə. uşağımı verirəm, aparsın, saxlasın. Yox, mən olmam. Yaxşı, get sən. Bu nədir?
həsrətdən gedib. Həsrət xanım həsrət içərisindədir bu dəqiqə. Uşağımı mənsiz aparacaq. Nasıl? O arkadaş mı? Götür mikrofonu düz değil. Mikrofonu ver. O Fariz. Fariz. Duyuyor mu ki beni? Duyur. Fariz duyuyor. Sen gelsene buraya. Sen konuş. Fariz eşidirsen. Bəl. Buyur Murat. Gel burada eşinle kendin konuş. Sorununuz neyse onu burada sunun. Yox abi, siz deyirsiniz ki mən yardım eləyim, uşağını saxla belə elə, yəni ona ehtiyacı yoxdur. Yok Fariz beni yanlış anladın. Ben senin onun eşi olduğunu bilmiyordum. Yani kendisini buraya eşi olmadan geldi sanıyorum. İşi Yani Azerbaycan dilini pek Yani bilmediğim senin için olduğunu yanlış bilmirdim. anladım. Tamam. Sonradan söyledim. Ama seni davet edir. Der gel barış. Hanımına sahip Yok. çık. mən Gel ona qədər görək Elnurə xanımla danışana qədər Röya xanımın ikili ekranlarda verək. Deyəsən süjet yoxdur. İzləyək. 24 dərəcə yuxarıda torakal hissədə, 16 dərəcədə də aşağıda sizin skalyoz əyriliyiniz olubdu və kifoz əyriliyi. Ağrılar var idi? Çox. Müayidən əvvəl çox ağrılarım var idi. Birinci seansdan sonra artıq bütün ağrılarım kəsməyə başladı. Hə. Yəni, 2 kurs sonra- müalicə etmişik ümumilikdə səni. Aha. Sağ tərəfdə dəhşət ağrım var idi, yata bilmirdim. Müayidən sonra səsim kəsdi. Aha. Yəni ağrım qalmadı. Tamamilə kəsdi. Bəs öz qamətində, Çox duruşluğunda düzəliş olduğunu hiss edirəm. günlərin qabağa Çox əyilir. qabağa idi, indi rahat gəzə bilirəm. Təşəkkür edək. Buyurun doktor. Çox sağ olun. Deməli qızımız skalyozdan əziyyət çəkən bir pasiyentimiz idi və bizim daha yeni bir qız balamız skalyozdan azad oldu və öz düzgün qamətinə qovuşdu. Onurğa bizim dayaq hərəkət sistemimizdə bizim qamətimizi saxlayır. Nə qədər onurğamız sağlam olarsa, biz bir o qədər sağlam olarıq. Əziz valideynlər, hal-hazırda dünyada hər 5 uşaqdan 4-ündə onurğa deformasiyaları müşahidə olunur. Vaxtında müayinə olunun ki, uşaqlarınız daha ciddi fəsadlarla qarşılaşmasınlar, əməliyyata gedib çatmasınlar. Biz deməli həftənin 6-cı günü efirdən bizə müraciət edən pasiyentlərimiz var idi. Ayaqla bağlı gəlmişdilər. Hamısında skalyoz müşahidə etdik. Hamısında onurğanın artıq deformasiya olduğunu gördük. Və bu zaman çanaq deformasiyasını da görürük, onurğada olan əyriliyi də görürük. Vaxtında müalicə və müayinə bizi daha yaxşı, daha tez nəticə əldə etməyimizə gətirib çıxardacaqdır. Qeyd edeyim ki, ayın 24-də, 24 mayda Röya xanım olacaq harda? Gözəl Şəkidə. Buradan Şəki və Şəki ətrafından bizi izləyənlərə deyirəm. Skalyoz, kifoz, lardoz, qamət pozğunluğu, çanaq deformasiyaları, yastı pəncəlik, əzələ zəifliyi, serebral iflic, inkişaf geriliyi, genetik sendrom, travmadan sonraki dövrün reabilitasiyası və müalicəsini istəyənlər 055 972 29 39'a zəng edib doktorun qəbuluna yazılın. Sonra demədi, deməyin. Təşəkkür edirəm doktorumuza. Bu arada Bəxtiyar bəy, burada bizim bir indi mən vurğunun məsələsi bilirsiniz, it işləyəndən sonra neçə başqa dildə danışır da, yəqin xəbəriniz var. Bu dəqiqə onunla araşdırırıq, onunla da bağlı gələnlər var. Sabah vurğunun məsələsi burada müzakirə ediləcək. İt dişləyib, it dişləyən kimi başqa dildə danışır. Siz çox xoşbəxt bir professorsunuz ki, mən vurğunu sizə verəcəm, çünki böyrəyində nəsə problemi var, nevroloji bir problemi var. Ona görə, əgər istəyirsinizsə sabah göndərim yanınıza. Göndərin. Amma elə belə pasiyent deyil, ha. İti də axtarıb tapa bilmirəm, əziz tamaşaçılar ki, məni bir dənə dişləsin, 8 dildə danışır. Allah uzaq eləsin, Allah uzaq eləsin. Allah uzaq eləsin. Elnurə xanımın səfəri çox uzun çəkdi. Elnurə xanım, səfəriniz çox uzun çəkdi. Mən deyirdim ki, siz Farizi bura gətirmədən gəlməyəcəksiniz. Amma deyəsən yox, Fariz nətər Farizi gətirmirsə, heç olmasa bu sürprizi gətirsin də, nə görək bu qız qaçdı getdi. Hara getdi bilmirəm.